gözəl ekstrasensimiz Fərid Zamanlı bir neçə gün bundan əvvəl o çox maraqlı bir açıqlama verdi. Bizim Rəqsanə İsmailovanla bağlı ki, gələn ilin 2-ci ayı azadlığa qovuşacaq. Mən Fəridə dedim ki, Fərid, bildik, ailəsi də xəbərdar oldu ki, Fərid Zamanlı belə bir açıqlama veribdi, ekstrasensimiz. Mən istədim Təranə Səmədovanla da bağlı nələrsə ondan eşidim. Dedi, onun üçün də yaxşı olacaq. Təranə Səmədova da azadlığa çıxacaq. O da öz evladlarına qovuşacaq, amma tarixi demədi. O sözdən sonra mən Fərid Zamanlını tapa bilmirəm. Fərid Zamanlı, bəlkə səni uğurlayıblar. Axı sən daha geniş bir Təranə Səmədovanla bağlı prodüser. 2 evladı var, onun da 2 qız evladı var. Onunla da bağlı maraqlı bir açıqlama verməliydin. Niyə yoxsan? Telefonların bağlıdır. Niyə yoxsan? Mən istəyirəm ki, sən Təranə Səmədovanla da bağlı bir çox açıqlamalara verəsən. Mən səni axtarıram. Kim Fərid Zamanlını görsə, desin ki, Sara Səfrə onu axtarır.